Əmək pensiyaları haqqında qanuna olunan dəyişikliklərə əsasən güzəştli şərtlərlə pensiyaya çıxan bir sıra vətəndaşların, o cümlədən çoxuşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək. Qobalifor az məlumat verir ki, bunu deputat Vüqar Bayramov bildirib. Millət vəkili qeyd edib ki, əmək pensiyası almaq hüququ olmayan vətəndaşlar güzəştli şərtlərlə daha tez müavinət almaq imkanına malik olurlar. Qanunvericiliyə əsasən əmək pensiyası almaq üçün minimum pensiya kapitalını toplamaq və ya 25 il iş təcrübəsi tələb edilir. Hazırda Azərbaycanda pensiya amnistiyası tətbiq olunduğu üçün 2018-ci il iyulun 1-də hesabında hətta 1 manat yığımı olanlar da pensiya almaq hüququna malikdirlər. Ancaq bu şərtlərin heç biri olmadığı halda yaşa görə müavinət ödənilir. Sosial müavinətlər haqqında qanuna əsasən 5 və daha çox uşağı olan qadınların uşaqların 8 yaşına dək sağ olması şərti ilə yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət təyin edilir. Yəni, həmin analar 5 yaşında sözügedən müavinəti almağa başlayırlar. Deputat qeyd edib ki, əlilliyi müəyyən olunmuş uşağı olan qadınların uşaqların 8 yaşına dək sağ olması şərti ilə müavinəti almaq yaş həddi 5 il azaldılır. Göründüyü kimi, əmək pensiyaları hüququ kimi güzəştli şərtlərlə yaşa görə müavinətdə 5 il daha tez təyin olur. Əgər bu kateqoriya üzrə qadın bu hüquqdan istifadə edirsə, o zaman 59 kişiyə şamil olunursa, o halda 60 yaşında müavinəti ala bilər. Hazırda bu müavinət hər hansı dövlət qurumuna müraciət olunmadan, heç bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. Eyni vaxtda sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki 3 il üçün ödənilir.